Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bu videomuzda 5-ci sinif şagirdləri üçün KSQ 3-ün A variantı sualların izahlarını paylaşacağam. İzaha keçmədən öncə kanala abunə olaraq həftə ərzində paylaşılan videolardan faydalana bilərsiniz. Bizim dərslərimizlə maraqlananlar 055 418 82 02 nömrəsi ilə bizimlə əlaqə saxlaya bilər. Gəlin keçək KSQ-nin izahına. İpək qurdu mətni. İpək qurdu təbiətin möcüzəvi bir canlısıdır. Balaca bir tırtıl kimi doğulub misilsiz ipək sapını yaratması ilə insanı heyrətə gətirir. O, gözlə görünməyən zəhmətin, səbrin və dəqiqliyin canlı təcəssümüdür. Min illərdir ki, bu kiçik canlı insanlara ipək kimi qiymətli bir nemət bəxş edir. Qədimdən bəri ipək ticarəti mədəniyyətlərin körpüsünə çevrilib, xalqları birləşdirib, tarixi yollar salıb. İpək qurdu susaraq danışan canlıdır. Onun səsi yoxdur, amma əməli danışır. Yarpaqdan yarpağa gəzişərək ipək üçün hazırlaşması, özünə qoza hörməsi əsl həyat dərsidir. Onun həyat dövrü qısadır, lakin bu qısa ömrə böyük iş sığışdırır. Bir qurdun fədakarlığı bir parça ipəyin yaranmasına səbəb olur. Bəzən bu, insanlara da dərs verir. Həyatda ən dəyərli şeylər nöqtə-nöqtə qazanılır. İpək qurdu həm kənd təsərrüfatı, həm sənətkarlıq, həm də milli irsimizin bir hissəsidir. Azərbaycanda minlərlə ailənin dolanışığı məhz bu canlıdan asılı olub. Xüsusilə Lənkəran, Şəki, Zaqatala kimi bölgələrdə ipəkçilik bir sənətə çevrilib. O, tırtıl deyil, zəhmətkeş insanla təbiət arasında körpüdür. İpək qurdu bizə öyrədir. Səssiz əməyin bəhrəsi parlaq nəticə doğurar. Birinci sual. Mətndə hansı suala cavab yoxdur? İpək qurdu hansı ərazilərdə yetişdirilir? Bu sualın cavabı mətndə qeyd olunub. Baxın, xüsusilə Lənkəran, Şəki, Zaqatala kimi bölgələrdə ipəkçiliklə məşğul olunub, bu var. İpək qurdu hansı səciyyəvi keyfiyyətlərlə təqdim olunur? Səssiz əməyin parlaq nəticəsi. Son cümləyə baxsaq elə burada qeyd olunur. İpək qurdu hansı heyvanların qidasıdır? Mətndə bunun cavabı yoxdur. Onun əməyinin insanlara nə kimi faydası var? İpək verir, insanlara faydası budur. İpək qurdu niyə təbiətin möcüzəsi adlandırılır? Ona görə adlandırılır ki, baxın, mətnin İlk cümləsində deyir ki, təbiətin möcüzəvi bir canlısıdır. Balaca bir tırtıl kimi doğulur, misilsiz ipək sapını yaratması ilə insanı heyrətə gətirir. Yəni, misilsiz ipək sapı yaratması ilə möcüzə yaradır. Bu sualına cavabı var. Deməli, burada doğru cavab olacaq C variantı. İpək qurdu susaraq danışan canlıdır cümləsində nə nəzərdə tutulur? İpək qurdu heç vaxt səs çıxarmır, yanlışdır. İpək qurdu nitq qabiliyyətinə malik deyil, yanlışdır. Onun əməli və fəaliyyəti insanlar üçün mesajdır. Bəli, susaraq danışan. Onun susaraq danışması nədir? Əməli və fəaliyyətidir. Bu da insanlar üçün bir mesajdır. Bu doğru fikirdir. İpək qurdu insanlarla anlaşa bilir, yanlışdır. İpək qurdu səssizlik içində yaşayır. Bu da yanlışdır. Cavabımız olacaq C variantında. Davam edirik 3-cü sualımızdan. Mətnə əsasən İpək qurdunun həyatı ilə bağlı hansı fikir doğrudur? Onun ömrü çox uzundur. Bu yanlışdır. İpək qurdu hərəkətsiz həyat sürür, yanlışdır. Onun əməyi gözlə görünmür, yanlışdır, görünür. Qısa ömründə faydalı işlər görür, bax bu doğru fikirdir. Yalnız sənaye üçün istifadə olunur, bu da yanlışdır, doğru cavabımız olacaq D variantında. Növbəti sual, aşağıdakılardan hansı mətnin məzmununa uyğun atalar sözüdür? Zəhmət olmasa nemət olmaz, xeyr. İş başa düşməyənə düşər, yox. Od olmayan yerdən tüstü çıxmaz, bu da yox. Az danış, çox iş gör. Bəli, burada çox iş görməkdən, az danışmaqdan, yəni sakit durub çox iş görməkdən söhbət edir. D bəndə uyğundur. Üz görməyəni göz unudar, bu da yanlışdır. Cavabımız olacaq D variantında. Mətnə əsasən nöqtələrin yerinə yazıla bilər. Gəlin mətnə əsasən nöqtələri müəyyənləşdirək, görək haradır. Baxın, bəzən bu insanlara dərs verir. Həyatda ən dəyərli şeylər nöqtə-nöqtə qazanılır. Nə ilə qazanılır? Pulla qazanılır, maddiyyatla, zəhmətlə, rahatlıqla, asanlıqla, zəhmətlə qazanılır həyatda. İpək qurdu zəhmətin təcəssümü idi, ona görə doğru cavab C variantıdır. 6. Hansı sözdə leksik şəkilçi işlənmişdir? Almalarım sözündə alma kök, lar cəm şəkilçisidir, qrammatik, mənim almalarım mənsubiyyə şəkilçisidir, qrammatikdir. Bizimdir, biz sözün köküdür, im yiyəlik haldır, qrammatikdir, şəxs sonluğudur, qrammatik. Ağaclıqdakı, ağac ismindən ağaclıq ismi yaranır, ondan da ağaclıqdakı sifəti yaranır. Yəni C variantında leksik şəkilçilər var. Qollarım sözündə qol kökdür, lar cəm şəkilçisi qrammatik, da mənim qollarım mənsubiyyə şəkilçisi qrammatikdir.
Həkimlər sözünün kökü həkimdirlər, cəm şəkilçisi qrammatikdir. Yəni yeganə C variantında leksik şəkilçi işlənmişdir. Yalnız sadə sözlərdən ibarət cümlədir. Atam bizi gəzməyə aparar. Ata köçdür, mənim atam mı mənsubiyyətdir, qrammatikdir. Bizi, kimi, biz köçdür, i təsirli hal qrammatikdir. Gəzməyə, gəz köçdür, maqmək məstər qrammatik, yönlü halda qrammatikdir. Aparar sözünün kökü aparmaqdır, arda zaman şəkilçisidir. Qeyri-qəti gələcək zaman o da qrammatikdir. Yəni burada bütün sözlər sadə sözlərdir. A bəndə uyğun gəlir. Müəllim məktəbliləri çağırdı. Müəllim sadə sözdür. Məktəbli sözünün kökü məktəbli leksikdir. Məktəb ismindən məktəbli ismi yaranmışdır. Burada düzəltmə söz var. Ona görə B bəndini götürə bilmirəm. Gec-tez ədalət bərpa olunur. Baxın, gec-tez defislə yazılmış mürəkkəb sözdür. Ona görə C variantını götürə bilmərəm. D bəndi dünənki voleyboldan zövq aldım. Dünənki, dünən sözün köküdür. Ki isə dünən zərfindən yaranmış sifətdir. Hansı voleybol? Dünənki. Deməli, burada düzəltmə söz var. Ona görə D variantında cavab kimi götürə bilmərəm. Ən ağıllı insan səhvini qəbul edə biləndir. Baxın, ağıllı sözündə elə ağıl sözün köküdür. İsimdən ağıllı sifət əmələ gəlir. Bu da düzəltmə sözdür. Y variantını götürə bilmərəm. Doğru cavabımız olacaq A variantında. Növbəti sual. Mürəkkəb sözlər hansı sıradadır? Çəkilik otu. Çəkilik bir kökdür. Ot ikinci kökdür. U-da mənsubiyyət. 2 dənə kök var. Deməli, bu mürəkkəbdir. Kinofilm. Kino bir kökdür. Film ikinci kökdür. Bu da mürəkkəb sözdür. Ağ suda ağ və su sözlərinin birləşməsindən yaranıb. Bu da mürəkkəbdir. Elə A bəndi uyğundur. Ağdaş mürəkkəbdir. Ağ və daş sözlərinin birləşməsindən yaranıb. Qardaş sadədir. Dəmir, dəmirçi düzəltmə sözdür. Qardaş və dəmirçiyə görə B olmaz. Lirik sadə sözdür. Lənkəran sadə sözdür. Astara sadə sözdür. Burada hər üçü mürəkkəb deyil. Ona görə C olmaz. Cənub sadədir. Şimal sadədir. Sərhəd sadədir. Üçü də sadə sözdür. Ona görə D də olmaz. Dəmirçi, dəmirdən yaranıb. Dəmirçi düzəltmədir. Kitabdan kitabxana yaranıb. Düzəltmədir. Mədrəsə sadə sözdür. Burada sadə və düzəltmə sözlərdir. Y bəndində üçü də uyğun deyil. Cavabımız olacaq A variantı. Hansı cümlədəki bütün sözlər ahəng qanuna tabedir? Azərbaycanda A və Ə var. Fikir verin, ahəng qanunu pozulub elə burada. A bəndə olmaz. Bizim 2 dənə I var. Ahəng qanuna tabedir. Məktəbin I var. Ahəng qanuna tabedir. Şagirdləri A və I var bir sözün tərkibində. Deməli, burada ahəng qanunu pozulub. Ona görə B bəndini götürə bilmirəm. Ölkənin I ahəng qanuna tabedir. Ecazkar E və A var. Ecazkar sözündə ahəng qanunu pozulub. Ona görə C-ni götürə bilmirəm. Bu motivasiya. Motivasiyada O və I var. Ahəng qanunu pozulub. Burada D-ni götürə bilmirəm. Bayrağımız I ahəng qanuna tabedir. Milli I ahəng qanuna tabedir. Kimliyimizdir də hamısı I saatidir və ahəng qanuna tabedir. Deməli, buradakı bütün sözlər ahəng qanuna tabedir. Cavabımız olacaq Y variantında. Defislə yazılan mürəkkəb sözdür. Açıq qəlbli bitişik yazılır. Gec-tez defislə yazılır. İşıqlı gələcək bu ilə ayrı yazılır. Söz birləşməsidir. İsti yuva ayrı yazılır. Söz birləşməsidir. Qara maskalı da qara maskalı. Bu da yenə söz birləşməsidir. Defislə yazılmayacaq. Cavabımız olacaq B variantında. Hansı söz iki cür yazılan şəkilçi qəbul etmişdir? Maraqsız, maraqdan maraqsız əmələ gəlir. Deməli, sız, siz, sus, süz. Bu 4 cür yazılan şəkilçidir. Çarəsiz, çarə sözün köküdür, siz leksikdir. Bu da sız, siz, sus, süz 4 variantlı şəkilçidir. İnsaflı, insaf sözün köküdür, l leksikdir. L, li, lu, lü 4 variantlı şəkilçidir. Vəfalı, sözün kökü vəfadır, l leksikdir. L, li, lu, lü 4 variantlı şəkilçidir. Həyətdəki, həyət sözün köküdür, dəki leksikdir. Dakı, dəki bu 2 variantlı şəkilçidir. Ona görə doğru cavabımız olacaq Y variantı. 12. Hansı sözə ç şəkilçisi artırıla bilər? Soyuqçu olmaz, qoruqçu olar, doğruçu olmaz, oğruçu olmaz, yazçı olmaz. Demək, bu sualda doğru cavabımız B bəndi qoruqçu olacaq. 13-cü sual. Hansı söz kök və şəkilçiyə düzgün ayrılmayıb? Qayğıkeşliyin sözündə qayğı kökdür, keş leksik, lik leksik, in qrammatikdir. Bu doğru ayrılıb. Dülgər sözünün kökü dül deyil. Bu söz sadə sözdür və burada ayrılma tamamilə yanlışdır. Əməkdaş sözünün kökü əməkdir, daş leksikdir. Doğru ayrılıb. Bizimki sözündə biz kökdür, im, yəli, hal qrammatik, ki leksikdir. Tamamilə doğru ayrılıb.
Qardaşlıq sözündə qardaş kökdür, lıq leksikdir. Bu da doğru ayrılıb. Yanlış ayrılan B variantı dülgər sadə sözdür. Bütöv verilməli idi. Verilmiş şəkilçiləri sözlərə uyğun artırın. Lıq, çı, la və ıl şəkilçisi. Salam sözünə salamlamaq yazmaq olar, lanı artırmaq olar. Yazıya yazıçı demək olar. Bax sözünə baxılmaq demək olar. Çəmən sözünə çəmənlik demək olar. Deməli, biri artırıram. Sırayla yazıram. 1 la, 2-yə artırıram çı şəkilçisini, 3-ə artırıram hansı şəkilçisidir? Il şəkilçisi, 4-ə artırıram lik şəkilçisi. Doğru variantlarımız olacaq. 15. Verilmiş sözlərdən ibarət mürəkkəb söz yaradıb düzgün formada yazın. İsti, açıq, al, toyuq, ot, qəlbli, cücə, ver. İsti ilə otu bir götürmək olar. Yazıram bura. İsti, ot. Açıqla qəlblini bir götürmək olar. Yazıram. Açıq, qəlbli. Bitki yazılan mürəkkəb sözdür. Alla veri götürmək olar. Yazacağıq burada. Al, ver. Və nəhayət toyuqla da cücəni bir götürürük. Yazırıq bura. Toyuq, cücə. Bu formada mürəkkəb sözlərimiz əmələ gələcək. 16. Defislə yazılan mürəkkəb sözün işləndiyi iki cümlə yazın. Gəlin yazaq. Məsələn, o bazardan dadlı meyvələr aldı. Bu birinci cümləmiz. İkinci cümləmiz. O tez şəhərə gəzintiyə gedərdi. Bu formada defislə yazılan sözlərlə bağlı biz cümlələr yaza bilərik. Bu KSQ üçün A variantı suallarının sonuncu sualı idi. Dəyərli izləyicilər, kanala abunə olaraq paylaşılan videolardan ödənişsiz olaraq faydalana bilərsiniz. Bizim dərslərimizlə maraqlananlar 055 418 82 02 telefon nömrəsi ilə bizimlə əlaqə saxlaya bilər. Sağ olun, növbəti izahlarda görüşərik.